Məkkə və Mədinəyə getmişkən sadəcə ibadətlərlə kifayətlənməyib, eyni zamanda oradakı tarixi abidələri, müqəddəs məkanları, bəzi xüsusi dəyərli olan yerləri də ziyarət eləmək çox əhəmiyyətlidir. Çünki biz o məkanları ziyarət edərkən ağlımıza gətirməliyik ki, vaxtilə burada Peyğəmbərimiz əleyhissalatü vesselam, səhabələr bu torpaqlara qədəm basıbdılar, bu torpaqlarda İslamı təbliğ edibdilər. Və biz bunları vaxtı ilə tarix kitablarında oxumuşuq, Siyer-i Nəbidə oxumuşuq. İndi gedib orada yerində, məkanını görəndə, canlı olaraq oraları görəndə daha fərqli duyğular insanı bürüyür. Məsəl üçün, Məkkədə Hira mağarasını, Sevr mağarasını, Arafatı, Minanı, Müzdəlifəni görəndə bu duyğular daha da özünü qabarıq bir şəkildə göstərmiş olur. Mədinədə isə Uhud dağını, Quba məscidini və yaxud da Qiblətəyn məscidini gedib ziyarət eləyəndə, orada 2 rükət namaz qılanda bu ziyarətlərimiz daha da əhəmiyyətli olur və yaddaşlarımızda daha gözəl bir formada qalmış olur. Çünki Peyğəmbərimiz əleyhissalatü vesselam bu torpaqlara mübarək ayağını basıb, mübarək nəfəsi bu torpaqlarda olub.